Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Zekatü's sevaim. Əl-ibil vəl-bəqar vəl-qanam. Yəni, saimə cinsi heyvanların zəkatı, yəni dəvə, inək, yəni iri buynuzlu mal-qara deyək və də ki, qoyun, qoç, keçi cinsi. Səvaim, yəni saimə, səvaim nədir? Hiyəl-ibil vəl-bəqar vəl-camus vəl-qanam. Bunlar dəvə, inək, camış və qoyun, quzu, keçidir. Şurutu zəkatihə. Bunun zəkatının şərtləri. Mən kənə indəhu hədihil hayvanat vəcəbət aleyhiz zəkatu bi şurutin minha. Yəni, kimin bu heyvanları vardırsa, onlardan zəkat düşər. Yəni, saiməni də bu yerdə açılayan, yəni ilin tamamını və yaxud da ki, yarısından çoxunu otlaqda otlayanlar, yəni sahibinin özünün baxmadığı, xalq üçün ayrılan otlaqlarda otlatdığı heyvanlar deməkdir. Yəni, ilin yarıdan çoxunu və yaxud da tamamını otlaqlarda otlayan heyvanlar. Mudiyyul havl, yəni bunun şərti də nədir? Bu heyvanlardan zəkat verilir. Bir ilin tamam üzərindən keçməsi nisab miqdarına və buluğun nisab, ikincisi də nisab miqdarına çatması. Ən tər'a binəfsihə fil mər'a əksərəl am. Yəni, heyvanlar ilin çox hissəsini harada otlamalıdır? Otlaqlarda otlamalıdır. Fələ zəkətə fiyhə alə sahibə imkənə ya'lufuhə yut'imuhə binəfsihi nısfəl havli əv əksərə. Əgər heyvanların ilin yarısını və yaxud da yarısından çoxunu sahibi ona ot ələfi özü alıb verirsə, o zaman bu heyvanlarda zəkat yoxdur. Ən yəttəxzəhə liqasdı dərri və nəsli və ziyadəti. Fələ zəkətə fiyhə ləv kənəti lilhamli və rukubi əv lilləhmi vəl-əkli əv lil'aməli vəl-harsı. Yəni, bu heyvanları nə üçün alması lazımdır deyir? Süd, nəsil vermək və yaxud da ziyadə də nə deyə açıqlayıb? Artırma üçün. Fələ zəkətə fiyhə, bunda zəkat yoxdur. Ləvkənəti lilhamli, əgər mini üçündürsə və rukubi, daşımaq və mini üçündürsə, əv lilləhmi vəl-əkli və ət yemək üçündürsə, əv lil'aməli vəl-harsı və yaxud da tarlanı əkmək və yaxud da işləmək üçündürsə, bunlarda zəkat yoxdur. Yəni, zəkat olması üçün nə olması lazımdır? Süd verməsi, nəsil verməsi və artırma üçün olması lazımdır. Bunun xaricindəki məqsədlərlə, yəni bu məqsədlər nədir? Minik məqsədi üçün, daşıma məqsədi üçün, ət və yemək məqsədi üçün, tarlada işləmək üçündürsə, bunda isə zəkat yoxdur. Nisabul ibli xamsətun. Dəvədə zəkat 5-dir. Yəni, 5 dəvədə 1 qoyundur. Fəizə kənət ərba'ətən əv əqalli lə təcvü fiyhə zəkət. Əgər 4 və ya bundan azdırsa, zəkat düşmər. Fəizə bələqət xamsən ilə tis'in vəcəbət fiyhi şatun. 5-dən 9-a qədər dəvə sayısı olarsa, o zaman 1 qoyun verməsi lazımdır. Və idə bələqət aşran fəfiyhə şatani. 10 dənə olarsa, dəvə 2 qoyun verir. Və hər qədər fi kulli xamsin şatun. Demək ki, hər 5-də, yəni hər artan 5-ə 1 qoyun da artacaqdır. İlə ən təbluğa xamsən və işrinə 25-ə qədər bu belə də davam edər. Fəfiyhə bintu məxadin və hiyə naqatulləti təmmə ləhə sənətun. Əgər 25 olarsa, o zaman bintu məxat verər. Yəni, bir dəvə verər. Bintu məxat nədir? 1 yaşında dəvə verər. Nisabul baqari sələsunə, yəni iri buynuzlu mal-qaranın nisabı isə 30-dur. Və leysə fi əqalli minəs sələsinə minəl baqari zəkatun. Yəni, iri buynuzlu mal-qarada, yəni inək, öküz və yaxud da camış cinsində 30-u keçərsə zəkat vardır. Və idə bələqət sələsinə ilə tis'a və sələsinə vəcəbə fiyhə təbi'un əv təbi'atun. Əgər 30-u keçərsə 39-a qədər
El-Baqarullezî temme lehu senetun ve dakhala fis-seneti saniye. O zaman 1 yaşında artıq nə verər? Düyə deyirik değil mi biz buna? Və yaxud da dana vermiş olar. 1 yaşını bitirib 2 yaşına keçən. Və fi 40 musinnun ev musinnetun zatu seneteyn. 40'a çatanda isə 2 yaşında dana verər. Nisabul ghanemi 40. Qoyunlarda nisab isə 40'dır. Və leysə fi aqalli min 40 minel ghanemi zekatun. 40'dan az olan qoyunda zəkat yoxdur. Və izə bələqat 40 ilə 100 və 20 vəcəbə fiyhə şatun. Yəni bu 40'dan 120'ye qədər davam edər. 40'dan 120'ye qədər olan qoyunlarda nə qədər var? Bir qoyun zəkat var. Onu keçərsə o zaman zəkatda artmış olar. Velhamdülillahi Rabbil alemin.